koronadan sonra son 2-3 ildir infarkt artmağa başladı. Sıra gözləyərkən sırada huşunu itirir xəstə. Bu firmalar bu qədər dərmanı istehsal edə bilməzlər. Ürək ağrısı ilə panik atak necə ayırd etməliyik? Kişilərdəki panik atak çəkilməz olur həqiqətən. Salam, bugünkü qonağımız uzman həkim, invaziv kardioloq Xankişiyev Vüsal bəydir. Xoş gəlmisiniz Vüsal bəy. Xoş gördük, salamlar. Ümumiyyətlə Vüsal bəy, invaziv kardiologiya deyəndə nə nəzərdə tutulur? Belə deyim, invaziv kardiologiya, yəni ürək müayinələri ikiyə ayrılır. Non-invaziv və invaziv müayinə metodları. Non-invaziv müayinə metodlarında nələr var? Kardioqramma, exo, stres test, Holter müayinə testi, əyri masa testi. Bunlar vasitəsilə biz non-invaziv testlər eləyirik. Bu testlərdə hər hansı bir problem görəndə, yəni tutalım ki, burada bir ciddi bir problem görürüksə, onda artıq invaziv metodlara keçirik. İnvaziv metodlar nədir? Xəstənin qasıq nahiyəsindən və ya qol nahiyəsindən incə kateterlərlə girərək ürək damarlarında problem varsa onlara baxırıq, onların düzəlişini edirik, stent və ya balon metodu qoyuruq. Onun xaricində qapaq dəyişilməsi olursa onu eləyə bilirik və ya aritmiyası varsa aritmiyanı ortadan qaldıra bilirik. Ürək xəstəliklərində genetika nə qədər rol oynayır? Yəni bəzən deyirlər ki, məsələn, anada varsa övladda da ola bilər, atada varsa övladda da ola bilər. Bu nə qədər düzgündür? Yəni belə deyim, genetik ürək xəstəlikləri var. Onlar fərqli bir qrupa girir. Onlar çünki uşaqlıq vaxtı görsənir. Bir də yaş irəlilədikcə infarkt riski artan xəstələr var. Bunlar genetika bunda bir miqdar rol oynayır deyə bilərəm. Çünki atada, anada və ya birinci dərəcə qohum-əqrəbalarda insult keçirən xəstə varsa, bu bizə nəyi göstərir? Deyir ki, yəni xəstələrimizə, əgər elə bir xəstəniz varsa, 50 yaşında tutalım atanız, ananız infarkt keçiribsə, siz o infarkt keçirdiyi yaşdan 10 yaş geri gələrək 40 yaşında artıq müayinələrə başlamalısınız və ya həyat tərzi dəyişikliklərini eləməlisiniz artıq. Deyirlər ki, infarkt cavanlaşıb. Yəni gənc yaşda infarkt keçirmə halları sizcə niyə artıb? Belə deyim, xalq arasında bir yayılan bir son zamanlarda belə bir şey var ki, Covid-dən sonra, koronadan sonra son 2-3 ildir infarkt artmağa başladı, cavanlaşmağa başladı. Mən bununla çox razılaşmıram. Niyə razılaşmıram? Çünki son 20 ildə artıq infarkt cavanlaşmağa başladı, yəni infarkt sayısı artmağa başladı. Bunun da səbəbi insanlarda artıq yavaş həyat tərzi, yəni oturaq həyat tərzi artıq daha çox üstünlük verirlər. İdmanla məşğul olmağa, hərəkətli həyat tərzini biraz daha azaldıblar. Bu da artıq yavaş-yavaş infarktın artmağına səbəb verir. Onun xaricində qidalanma şəklimiz dəyişibdir. Daha çox fast food tərzi qidalanmağa, yəni çöldə yeməyə daha çox üstünlük verirlər ev kənarında. Stres faktoru bunun üçün çox önəmli faktordur. Siqaretdir, alkoqoldur. Bunlar hamısı artmağa başladığı üçün artıq infarkt daha da cavanlaşmağa başladı. Bir başqa səbəb isə müayinə metodlarımız yəni artmağa başladı və daha çox texnologiya artdıqca biz diaqnozu daha rahat qoya bilirik. Ona görə də ürək xəstəliklərinin diaqnozunu daha cavan yaşda qoya bilirik. Zərərli vərdişlərdən də danışdınız. Sizcə ürək üçün hansı daha təhlükəlidir? Alkoqollu içkilər yoxsa indi cavanlar arasında yayılan enerji içkiləri və yaxud da siqaret daha zərərlidir yoxsa bu elektron siqaretlər? Belə deyim, bu saydıqlarınızın hamısı ürək üçün zərərlidir, amma sıralamaya qoysam əgər, birinci hər zaman siqaret və elektronik siqaretləri qoyaram. Sonrasında enerji içkilərini qoyaram, ən sonunda da alkoqolu qoyaram, amma bu dördü də ürək üçün zərərlidir. Bu peşədə sizi, belə deyək, ən çox narahat edən nə var ki, onu dəyişdirə bilmirsiniz? Bu çox gözəl bir sualdır. Belə deyim, xəstələrimiz infarkt xəstələridir, ürək xəstələridir və bizə gəldiyi halda təcil bir vəziyyətdə gəlirlər. Yəni bizim ən çox istədiyimiz nədir? Xəstəni sağlam bir şəkildə evinə göndərməkdir, amma çox vaxt bunu eləyə bilirik, amma bəzi hallarda xəstələrimizi itirə bilirik. Bu bizim ən çox üzüldüyümüz və bəzən də dəyişdirə bilmədiyimiz bir səbəb. Xəstələrdən danışdıq. O zaman bu illər ərzində unuda bilmədiyiniz bir pasiyentiniz və yaxud da ki, hər hansı bir hadisə olubmu, hələ də yaddaşınızda qalıb? Bir xəstəm olmuşdu. Təxmini hadisə 35-36 yaşlarındaydı bu xəstə. Bu hadisə Amerikada baş vermişdi, Clevelanddayken biz. Xəstə təcil yardımın qarşısında ora qədər sinəsində ağrı ilə gəlibdi, amma sıra gözləyərkən sırada huşunu itirir xəstə və o sırada təcil yardım həkimlərinin ürək masajı sayəsində ürək masajı başlanır xəstəyə olmağa və ürək masajı oluna angiografiya şöbəsinə çıxarılır. Orada anjiosunu eləyib stent qoymuşdu xəstəyə, amma ondan sonra da xəstəni reanimasiyaya göndərmişdi. Artıq çünki ürək masajından sonra bir miqdar özünə gəlmişdi, amma xəstə hələ də tənəffüs aparatına bağlı idi. Ona görə reanimasiya şöbəsinə göndərdik və biz orada təqibini artıq dayandırdıq. Artıq reanimasiya şöbəsi davam edirdi. Xəstə bir həftə 10 gündən sonra bizə çox sağ olsun gəlmişdi. Bu həqiqətən çox gözəl bir hadisə olmuşdu bizə. Tam sağalmışdı. Son illərdə panik atak termini, yəni bizim dildə desək, təşviş pozuntusu artıb, yayılıb. Hər kəs deyir panik atağım var, panik atağı sahibəm. Biz ürək ağrısı ilə panik atağı, yəni təşviş pozuntusunu necə ayırd etməliyik?
Belə deyim, ürək ağrısının standart bir triadı var ki, yəni ani başlayan, sürətli yüksələn, sinədə göynəmə, yanma, baskı hissi, əl-üzlə göstərə bilməyəcəyimiz bir şəkildə, yaygın bir şəkildə olmasıdır. Bu şəkil və ya bu infarkt ağrısıdır. Bir də var ki, hərəkətlə olan, yeriməklə olan sinədə göynəmə, baskı hissi. Bu tipik ürək ağrılarıdır. Amma panik atak xəstələr çox vaxt ağrılarını batma şəklində, sancı şəklində, döyüntü şəklində hiss edirlər. Ayırt edici özəlliyi budur yəni. Panik atakla çox müraciət eləyirlərsə, Çox müalicələr olur, çox bir şey. Çünki hər kəs artıq televiziyada və ya nə bilim işte internetdə baxırlar. İnfarkt ağrısı, sinəmin solunda ağrı oldu. Bir də tipik göstərmir internet sənə ki, belə olmalıdır ağrı. Amma xəstələr bunu gördüyü anda direkt gəlirlər ki, məndə infarkt keçirirəm, davamlı insanlarda anksiyet əmələ gəlibdir. Bu da bir ciddi problem həqiqətən. Əvvəllər belə deyim, panik atak daha çox qadınlarda görürdük. Qadınlarda nevroz deyirdik, çünki qadındır, hormonal dəyişikliklərə bağlı olaraq bir çox səbəb olur da qadınlarda. Artıq kişilərdə görə və kişilərdəki panik atak çəkilməz olur həqiqətən. Çünki yəni didiyi qarşıya keçidə bilmirsən. Qadını bir nebzə rahatlada bilirsən, amma kişini yəni problemdir o. Onun üçün kişi xəstədə əgər panik atak varsa, çox ciddi bir şəkildə psixiatra yönləndirirəm yəni. elə bir pasiyentiniz olub ki, onu müalicə etməkdən imtina eləyəsiniz? Yox, xeyr olmayıbdı. Çünki mən xəstələrimə belə bir gözlə baxıram ki, bu onsuz da xəstədir. Bir dərdi var ki, xəstəxanaya gəlibdir, mənim yanıma gəlibdir. Bəzən xəstələr olur ki, əsəbi ola bilirlər, agitə ola bilirlər, amma onlarla hər xəstənin bir müayinə metodu var ki, mən onunla bir dil tapıb o xəstəni razı salaraq müalicəsini davam etdiririm. Bizdəki dərmanlardan razısınız. Siz indi belə başa düşdüm ki, Türkiyədə, Amerikada təcrübəniz də olub. Razısınız bizim dərmanlardan? Hər firmanın yox, amma bəzi firmalar var ki, çox firma var ki, yaxşı dərmanlar gətirir, amma bəzi firmalar var ki, dərman tərkibləri çoxdur, çeşidliliyi çoxdur dərman olaraq. Bu firmalar bu qədər dərmanı istehsal edə bilməzlər. Bir Polşada şeylə anlaşıbdı, fabriklə, bir Hindistanda, bir İtaliyada hər yerdən bir dənə dərman özünə düzəltdirir, deyir, tərkibi budur, bir dənə dərman düzəlt göndər mənə, bir dənə də ad qoyur üstünə. Bunlara razı deyiləm. Bunlardan çox da keyfiyyət var da razılıq verənmərəm. Hazırki tibb tələbələrinə, gələcəyin həkimlərinə nə tövsiyə eləyərdiniz? Belə bir tövsiyədə buluna bilərəm ki, bizim elədiyimiz həkimlik məsləyi çox ülvi bir məsləyidir və mənəvi məsləyidir. Yəni maddiyyatı kənara qoyaraq, çünki maddiyyat fərqli bir işin fərqli bir boyutudur. Bu işin gecəsi gündüzü olmaya bilər, elədiyinizin işin qarşılığı maddi olaraq olmaya bilər, amma bunu nəzərə alaraq işinizi ona görə seçməlisiniz. Sonda biz nələr eləməliyik ki, ürəyimiz sağlam qalsın? Mənim hər zaman xəstələrimə dediyim birinci hərəkətli həyat tərzi. Yəni hər şeydən kənara birinci hərəkət edəcəksiniz, idman edəcəksiniz. Çünki idman etdiyiniz təqdirdə əgər çox kilonuz varsa, kilolar da azalacaq. Təzyiqiniz varsa, kilo azaldıqca təzyiqdən də düzələcək. Şəkəriniz varsa, o da tənzimlənəcək. Yəni birinci həyat tərzidir, yəni hərəkətli həyat tərzi. İkinci qidalanma, qidalanmada daha çox yağlı və duzlu qidalardan daha çox protein və səbzə ağırlıqlı qidalara üstünlük verilməyi, fast fooddan uzaq durulmağı. Üçüncüsü vərdişlərdən, pis vərdişlərdən uzaq durmaq, onu saymağa ehtiyac yoxdur, artıq hər kəs bilir. Dördüncü yuxu pozğunluğu, yəni yuxunuz tənzimli olması lazımdır. Ən az gündə 7-8 saat yuxu olmalı lazımdır. 5-dəki stres, hər kəsdə stres var. İstəyir iş həyatında, istəyir ailə həyatında. Bu stresli başa çıxmağı öyrənmək lazımdır. Təşəkkür eləyirəm suallarımızı cavablandırdığınız üçün. Siz sağ olun, buyurun.